İsti və günəş şüalarının təsirindən keyfiyyətini itirən qidaların qəbulundan xəstəxanalıq olanların sayı da artır. Bu fəsildə mədə-bağırsaq xəstəliklərində də artım müşahidə olunur. Əməkdaşımız Muradın araşdırmasına baxın. Digər aylara nisbətən yay aylarında mədə-bağırsaq xəstəliklərinin aktivləşməsi daha çox təsadüfi olunur. Qəbul edilən qarışıq qidalar və ərzaqların daha tez xarab olması və bu halda qəbul edilməsi bakteriyaların çoxalması və inkişafı üçün münbit şərait yaradır. Həkim Məlahət Qəhrəmanovanın sözlərinə görə, xüsusilə uşaqlarda orqanizm həssas olduğu üçün müxtəlif meyvələrin həddən artıq qəbulu və sərinləşdirici içkilərin aramsız olaraq içilməsi bu kimi problemlərə səbəb olur. Buna görə də qidaları sərin vəziyyətdə saxlamaq və günəş şüalarından qorumaq məsləhətdir. Həkimin sözlərinə görə bir çox hallarda mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlər yemək istədikləri meyvələri bişirib qəbul etməlidirlər. Bununla yanaşı belə xəstələrə soyuq su ümumiyyətlə qəbul etməmək məsləhət görülür. Mədə-bağırsaq xoraları olan insanlar, qastritləri olan, yazvası olan insanlar da, yaralar, xoraları olan insanlar daha diqqətli olmalıdır yay aylarında. Çünki bayaq qeyd etdiyimiz kimi soyuq qidalardan daha çox qəbul olunur və belə insanlarda mədə-bağırsaq qıcıqlanması yaranır ki, bu da sonradan həmin xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır. Həkim onu da bildirdi ki, ağartı məhsulları mədə-bağırsaq sisteminin öz işini bərpa etməsində xüsusi əhəmiyyətə malikdir. Ona görə də bu tip qidaların qəbuluna yay aylarında daha çox yer ayırmaq lazımdır. Əsasən də yağlı yeməklərin qəbulundan sonra ağartı məhsulları mədəyə yüngüllük gətirir ki, bu da həzmin yaxşılaşmasına səbəb olur. Yağlı qidanın qəbul eləməsi, sonradan soyuq suların çox istifadə olunması, müəyyən, məsələn, düzgün şəraitdə saxlanmamış şirələrdən geniş istifadə olunma həmin mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır ki, bağırsaq çöplərinin artması, bakteriya mikroblarının artması yay aylarında daha çox olur. Həzm sistemində olan problemlərdən şikayətlənənlərin oruç tutarkən diqqətli olmaları lazımdır. Çünki uzun müddət ac qalmaq mədədə əgər yaralar varsa, onların daha da inkişaf etməsinə şərait yarada bilər.